il aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə idi. Aprel döyüşləri 1994-cü ildən bəri ən şiddətli döyüş idi. Döyüşlərdə 560 erməni hərbçisi ölüb, 30 tank və zirehli maşın, 25 zirehli maşın məhv olunub. Döyüşlər Azərbaycan Silahlı Qüvvələri qələbəsi ilə nəticələnmişdir. Tərtər rayonunun Talış kəndi ətrafında yüksəkliyi və Seyislan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanının Goranbar rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaqlar kəndi istiqaməti ilə yollar düşməndən azad olunmuşdur. Azərbaycan Silahlı Qüvvələri 20 min hektarlıq ərazini azad etmişdir. Coşub damarımda qanı qaynadı, bu yurtda dənizin hələ çayında bir tarix yazıldı. Sinəndə vətən. Bu aprel ayında ücütlər sarılıb topa gülləyə, qoymadı xalqımız qəddini əyə, al bayraq sancıldı Lələtəpəyə. Bu aprel ayında hər kəs bir şüarda, hər kəs bir səsdə, çiçəklər bağlandı hey dəstə-dəstə, şəhidlər doğuldu zirvələr üstə. Bu aprel ayında ana yurt vicdandır, ruhdur, ürəkdir. Bir cüt gözümüzdə torpaq bərabəkdir. Türk oğlu vətəni göylərə çəkdi. Bu aprel ayında Qarabağ torpağa daşa qayıtdı. Şuşa, Kəlbəcər, Laçın, Zəngilan, hər nə varsa qoşa qayıtdı. Artıq biz aprel ayında vətənə qayıtdıq.